Bu təlimin məqsədi məkanın enerjisinin insan sağlamlığına və uğuruna düzgün şəkildə yönəltməkdir. Bəli, bu kitabın adı Feng Shui-dur və Feng Shui Çin fəlsəfəsi olub külək və su deməkdir. Bu kitabın əsas prinsipi daxili mühitimizin nə qədər funksional və xoş auralı getməsindən söhbət gedir. Buradakı əsas məsələlərdən birini mən demək istəyirdim. Bu işıq məsələsidir. Evimizdə əgər ağ işıqlar varsa, onları mütləq sarı işıqla əvəz etməliyik. Belə deyək, 4000 Kelvinin ən az olmaqla, o da gün işığı deyilir. Daha aşağı 3500 Kelvin edə bilərik. Bu, daxili məkanımızda daha isti mühit yaradacaq. Necə ki, biz kafelərə, restoranlara gedirik və orada xoş bir aura var. Çünki ağ işıq soyuq mühit deməkdir. Soyuq mühit isə soyuq insan deməkdir. Və soyuq insan ətrafa da soyuq davranır. Belə dostlar, aktiv olaq, sağlam olaq. Bu kitab çox geniş, hər tərəflidir, bu fəlsəfə özü. Bu video çox qısa idi, ona görə mən belə qısa danışmalı oldum. Amma baxış saylarına və kommentlərə baxıb qərar verəcəyəm. Əgər çox olsa, bu fəlsəfəni daha biraz geniş miqyaslı videosunu çəkmək və əsas prinsipləri orada qeyd etmək istəyirəm. Aktiv olaq dostlar, sağlam olaq.